Salam, hər vaxtınız xeyirli olsun, əziz həmvətənlər. Bugün 17 dekabr 2025-ci il. Mən Oktay İskəndərli yenidən Azərbaycan xalqının huzurundayam. Əziz həmvətənlər, bu günlərim Azərbaycan xalqı tarixdə görünməmiş bir faciəni yaşayır. Mən xalqımızın bu faciə düşməsi, onun səbəbləri və aradan qaldırılması haqqında aldığım politologiya elminin əsasları ilə fikirlərimi sizə çatdıracağım. Sizdən də xahişim odur ki, əziz həmvətənlər, bizə mənəvi dəstək olun. Mənim bu çıxışlarım milli maraqlarımızı müdafiə edir. Mənim bu çıxışlarım elmi xarakter daşıyır. Mən bu çıxışlarımla Azərbaycan xalqının maarifləndirilməsi üçün edirəm. Hesab edirəm ki, siz Oktay Elturan TikTok kanalını öz yolu paylaşmaqla mənə mənəvi dəstək olacaqsınız. Bütün bunlar hamısı xalqımızın milli mənafelərinin müdafiəsi üçündür. 1993-cü il İngiltərənin məşhur Financial Times qəzeti yazır. Financial Times qəzetinin ekonomika bölməsində dərc edilən bu məqaləni oxudum və dəhşətə gəldim. Financial Times qəzeti yazır. 1995-ci ildə, yəni Azərbaycan neft müqavilələri bağlandıqdan sonra 2003-2005-ci ildə Azərbaycanda həyat səviyyəsi Ərəb Əmirliyindən paytaxtı Dubay şəhəri olan həyat səviyyəsi 20 dəfə yuxarı olacaqdır. 2005-ci il artıq geridə qalıb, 20 ildən çox bir dövrdür ki, Azərbaycana neftdən ağla gəlməz fantastik pullar gəlib. Azərbaycan üçün qızıl əsr yaranmışdır. Lakin qara qızılımız Azərbaycan xalqının mənafeyinə yönəldilmədiyi üçün qara qızılımız xalqımızın qollarına vuran qara qandallar oldu. Təsəvvür edin ki, hər gün 100 milyon dollar. Bu rəqəmlər dünya bazarında neftin qiymətindən asılı olaraq dəyişir. Azərbaycanın neft fonduna pul daxil olur. Hesablama ilə götürəndə ayda 3 milyard, ildə 36 milyarddan çox pul gəlir. Bəs bu pullar Azərbaycan xalqına xoşbəxtlik gətirdimi, əziz həmvətənlər? Əgər bu neftdən gələn gəlir, Azərbaycan xalqına xoşbəxtlik gətiribsə, nə üçün 100-dən çox Qarabağ qazisi, nə üçün 100-dən çox Qarabağ qazisi çörək pulu tapmadığı üçün özünü yandırır? Nə üçün hər il 10 minlərlə gənclərimiz Azərbaycana əlvida, ata, ana, vətən məndən sənə oğul olmadı, məni bağışlayın deyib ölkəni tərk edir? Nə üçün bu neft pullar Azərbaycan xalqına xoşbəxtlik gətirmədi? Ölkəni tərk edən gənc subay oğlanlar, onlar bilirlər ki, bu faciəvi bir yoldur. Lakin Azərbaycanla onların gələcəyinə zəmanət olmadığı üçün ölkəni tərk edirlər. Gənclər üçün faizsiz dövlət krediti verilmir, gənclərə sosial mənzillər verilmir, gənclər işlə təmin olunmur, ölkə feodal monarxiya qaydası ilə idarə olunur, mağara psixologiyası ilə idarə olunur. Buna görə də hər il 10 min gənclər ölkəni tərk edir. Bunun səbəbi də ağır bir faciə gətirib çıxardır. O deməkdir ki, hər il 10 minlərlə gənc xanım ailə qura bilmir, evdə qalır və faciə ilə üzləşməli olurlar. Bizim bu faciəli hala düşməyimizin səbəbləri nədir? Birincisi, korrupsiya və rüşvət dövlət idarə etmə sistemidir. İkincisi, ölkədə bütün demokratik institutlar ləğv edilib. Yəni, ölkədə hüquq müdafiə təşkilatları ləğv edilib. Hüquq müdafiə təşkilatlarının rəhbərləri həbsxanadadırlar. Ölkədə vəkillik institutu ləğv edilib. Yəni, bu günlərim Azərbaycan adam başına düşən vəkillərin sayına görə dünyanın ən geridə qalan Tacikistandan da geri qalır. Siyasi proseslərə çıxan vəkillər vəzifəsindən azad edilir. Əziz həmvətənlər, bu hələ harasıdır ki, artıq korrupsiya və rüşvət dövlətin onurğa sütunu, idarə etmə sistemi olub. Ölkədə feodal monarxiya idarə etmə sistemidir. Təsəvvür edin ki, ölkəni bir nəfər şəxs, yəni İlham Əliyev idarə edir. Şəhər və rayonlara isə onun təyin etdiyi, belə deyək ki, icra hakimiyyətinin başçıları idarə edir. Bəs deyə bilərsiniz ki, formal olaraq bələdiyyələr də vardır, lakin bələdiyyələrin səlahiyyəti olmadığından icra hakimiyyətinin başçıları onlara küçələri süpürtürürlər. Belə sual hamını maraqlandırmalıdır. Sumqayıtın yarım milyondan 500 mindən çox əhalisi var.
Gəncənin 300 mindən çox əhalisi var. Nə üçün Gəncə sakinləri özlərinə idarə edəcək bir şəxsin seçilməsini təmin etmir dövlət? Nə üçün Sumqayıt şəhərinin yarım milyon çox əhalisi var? Bu əhalinin idarə edilməsi prezident tərəfindən həyata keçirilir. Bu avtoritarizmin son bir mərhələsidir ki, yəni ölkə bir şəxs tərəfindən idarə edilir. Ölkədə formal olaraq parlament və prezident seçkiləri keçirilsə də, demokratik institutlar olmadığından parlament və prezident seçkilərinin nəticələri saxtalaşdırılır. 32 ildir ki, bir ailə, Əliyevlər ailəsi ölkəyə rəhbərlik edir. Baxın, əziz həmvətənlər, dünyada dəyişməyən uzun müddətli hakimiyyət hələ heç bir xalqa xoşbəxtlik gətirməyib. Müqayisə üçün deyim, dünyanın ən zəngin, ən böyük dövləti Rusiya, yəni 2000-ci ildə hakimiyyət başına gələn Putin bu günlərim 25 ildir hakimiyyətdədir. Lukashenko isə daha irəliyə gedib 30 il hakimiyyətdədir. Azərbaycanda da 32 ildir hakimiyyət dəyişikliyi olmur. Baxın, görün, bu ölkələrin xalqları xoşbəxtdirmi? Bu günlərin bir faciəli rəqəmi sizlərə çatdırıram. Birləşmiş Millətlər Təşkilatının hesabatında, qaçqınlar üzrə hesabatında adam başına düşən qaçqınların sayına görə Azərbaycan, Suriya, Əfqanistan, İraq və İrandan sonra 5-ci yerdə durur. Məgər bizim xalqımız belə yaşamalıydı? Ölkə boşalır. Bu düşünülmüş bir siyasətdir. Ölkədə nə qədər əhali az qalsa, əhalinin idarə edilməsi də asanlaşır. Bugün ölkədə kütləvi həbslər gedir. Müxalif partiyaların fəaliyyətinə qeyri-rəsmi qadağa qoyulub. Müxalif partiyaların liderləri həbsxanadadır və bu həbslər davam edir. Əziz həmvətənlər, bütün bunları mən deməklə yanaşı, Azərbaycan xalqının düşdüyü bu vəziyyətdən çıxmağın yollarını da sizlərə çatdırıram. Bütün 10 milyon xalqın 100 milyon dərdi var. 100 milyon dərdi olan bir xalqın bir dərmanı var. Azad demokratik Azərbaycan dövləti qurmaq. Nə qədər ki, dövlətimizə sahib çıxmamışıq, nə qədər ki, demokratik dəyərlərdən uzağıq, xalqımız faciələr içində yaşayacaq. Buna görə də əziz həmvətənlər, bütün elliliklə xalqımızı maarifləndirməli, gələcəkdə dinc mübarizəyə çağırmalıyıq biz. Xalqımız dövlətimizə, vətənimizə sahib çıxmalıdır. Əziz həmvətənlər, xalqımızın yeganə xoşbəxtliyi Azərbaycanın demokratik dövlət olub Avropaya inteqrasiya yolunu tutmaqdır. Yəni, dünya sivilizasiyasının mərkəzi Avropadır. Bugün Azərbaycan Avropadan uzaqlaşaraq ailə hakimiyyətlərin, avtoritar rejimlərin hökmran olduğu Asiya və Afrika dövlətlərinə inteqrasiya etmək yolunu tutublar. Bu tam milli mənafelerimizə ziddir. Əziz həmvətənlər, ölkədə yoxsulluq kütləvi hal alıb. Ölkədə yoxsulluq elə bir hal alıb ki, ölkə boyu qul bazarlarıdır. Bu qul bazarında çalışanların böyük əksəriyyəti institut fərqlənmələ bitirən ali təhsilli soydaşlarımızdır. Bundan da böyük faciə ondadır ki, ölkədə işsizliyin, manatın məzəndəsinin aşağı düşməsi, yoxsulluq o həddə çatıb ki, ölkənin bütün regionlarında əxlaqsız qadın yuvaları polisin nəzarəti altında fəaliyyət göstərirlər. Bundan da böyük faciəmiz ondadır ki, işsizliyin və yoxsulluğun gətirdiyi ən böyük faciələrdən biri bugün Azərbaycanı ağ ölüm buruyub. Ölkənin bütün rayonlarında narkotika satışı adi bir hal alıb. Məgər polis bunu görmür? Görür, çox gözəl bilir. Polisin lisenziyası olmadan narkotik bazarına bir şəxs də olsan girə bilməz. Bu hamımızı düşündürməlidir. Əgər ölkədə narkotikanın satışı bu yollarla davam etsə, Azərbaycan tezliklə dünyanın ən böyük narkotik istifadəsi və tələbatına çevriləcəkdir. Hamınız bilirsiniz ki və bilməlisiniz, Azərbaycanda narkotiklərə qarşı Daxili İşlər Nazirliyində narkotiklərə qarşı, narkotiklərin qanunsuz dövrəsinə qarşı baş idarəsi var. Səhv eləmirəmsə, Patandart yolunun üstündədir. Bu idarənin qarşısından keçərkən baxın, bu idarənin əməkdaşlarının ən bahalı 60 min, 80 min, 100 min dollarlıq maşınları var. Bundan başqa Milli Təhlükəsizlik Nazirliyində narkotiklərə qarşı mübarizə idarəsi vardır. Bu hələ az işən bütün rayon və şəhərlərin polis bölmələrində narkotiklərə qarşı mübarizə idarəsinin əməkdaşları, narkobiznesin əməkdaşları var.
Bəs belə olan halda nə üçün narkotika günü-gündən çiçəklənir? Ona görə ki, ölkədə işsizlikdir. İnsanlar quru çörəyə möhtac olublar. Sizə bir dini hədislə deyim, əziz həmvətənlər. Bəşəriyyətin ən dahi insanlarından birindən soruşurlar ki, insanın faciəsi nə vaxt başlayır? Deyir, insan kasıbçılığa düşər olanda onun faciəsi başlayır. Daha o, yalnız fiziki varlığı uğrunda mübarizə aparmağa başlayır. Bu günlərim yaratmaz idarə etmə sistemi ölkədə təhsil sistemini məhv edib, ölkədə tibbin olmaması səhiyyə sistemini məhv edib, ölkədə ölkə boyu faciələri saymaqla qurtarmaz əziz həmvətənlər. Mən bütün bunları deməkdən məqsədim xalqımızı maarifləndirməkdir. Bunu bilənlər də var, bilməyənlər də var. Bugün ölkə o qədər bir faciəli vəziyyətə gəlib ki, insanlar çörək pulu tapa bilmədikdən ötürü gənclərimiz Rusiyaya gedərək onun şirinləşdirici təklifini, yəni Rusiya dövləti ilə hərbi kontrakt bağlayaraq vətəndaşlığını qəbul edir. Deyirlər, onsuz da Azərbaycanda acından ölüncə bu müharibədə, döyüşdə ölsək də aylıq bizə 5.000 dollar maaş, öldükdən sonra isə 80.000 dollar maaş verilir. Mən keçən çıxışımda sizlərə dedim, əziz həmvətənlər, minlərlə Azərbaycanın cəsədi Rusiyanın morqlarındadır. Onların çoxusu bu insanları sahiblərinə qaytarmaq üçün küllü miqdarda pul tələb edir. Morqda olanların çoxusu tanınmaz haladır, əziz həmvətənlər. Azərbaycan soydaşlarımızı aldadırlar ki, sizi səngər qazmağa aparacaq və yaxud da hərbi hissədə siz aşpaz kimi fəaliyyət göstərəcəksiniz. Mənim bu çıxışım sosial şəbəkədə böyük rezonans doğurdu. Yarım milyonlu adamlar bunu izlədi və kommentlər yazdı. Bəziləri yazır ki, ağılları o var, getməsin. Bəziləri yazır, nəfsdən gedir. Xeyr, əzizlərim, insan çörəyə möhtac olanda istənilən bir faciə qapısını döyməyə məcbur olur. Bəziləri də şübhə ilə yanaşdı. Təsəvvür edin ki, Rusiyada qeyri-rəsmi məlumata görə 3 milyondan çox soydaşlarımız vardır ki, bunun 2 milyondan çoxu Rusiyanın vətəndaşıdır. Bunun 1 milyonunu qoyaq kənara. 1 milyondan da 500 mininin yəqin ki, evladları Rusiya vətəndaşıdır. Bu 500 mindən də 100 mininin hərbi mükəlləfiyyət daşıyan evladları var. Niyə şübhə edirsiniz ki, mən demirəm ki, tək Azərbaycanlılar ölür. Yəni, bu döyüşdə qeyri-millətləri əsasən döyüşün ön cərgəsinə aparırlar. Və ön cərgədən geri qayıdanlara, qaçanlara isə cəza dəstələri silahla atəş açaraq yerində öldürürlər. Bunlar hamısı Azərbaycan faciəsidir. Əziz həmvətənlər, hesab edirəm ki, mənim milli maraqlarımı müdafiə edən bu çıxışım paylaşacaqsınız və Oktay Elturan kanalına üzv olmaqla xalqımızı düşdüyü faciədən birlikdə xilas edəcəyik. Növbəti verilişə qədər sizinlə xudahafizləşirəm. Uca xalqımı, uca millətimi, uca Allaha əmanət edirəm.